Salam dəyərli izləyicilərim, hamınızı salamlayıram. Bugünkü videomda istədim ki, bu yalançı məhsullardan danışım. Nəyə görə bunların adını yalançı deyirəm? Ona görə ki, 80% öz adının üstündə satılan, biz təsəvvürümüzə gətirdiyimiz məhsullar deyilik. Ona görə ki, biz alanda bunu tamam başqa şey fikrimizdə tuturuq və bunlar tamam başqa şeylərdir, başqa tərkibləndir. Və marketoloqlar marketinqi xod eləyə bu məhsulları bizə satırlar. Videonun da əvvəlində demək istəyərdim ki, sizə kanala abunə olub, like verməyinizi unutmayın. Nə qədər çox like verirsiniz, nə qədər çox abunə olursunuz, o qədər də videolarımız tez-tez çıxmağa başlayır. O qədər də mən tez-tez həvəslənirəm. Və zəhmət olmasa, kanalıma dəstək olmaq istəyən maddi cəhətdən, kimin qəlbindən nə keçir, ürəyindən keçəni aşağıda kart nömrəsi qoyacağım, dəstək ola bilərsiniz. Bir də videomda onu da qeyd edim ki, əvvəlində mənim videolarımda olan bütün videolarım, bütün danışıqlar hamısı mənim subyektiv fikirlərimdir. Mən göstərirəm, necə mən məhsul seçirəm, necə özüm üçün seçirəm və onu sizlə paylaşıram. Və bu videoların heç biri nə reklam, nə anti-reklam deyil və heç bir brendin, heç bir markanın marağını və anti-marağını daşımır. İndi isə biz davam eləyək. Mən sizə nəyi göstərmək istəyirdim, dəyərli izləyicilərim? Tərkibindən başlayaq. Baxın, gələk Moloko Belgorodskaya. Yəni, malako sözü yazılırsa da, hamı hiss eləyir ki, zgushonka s saxarım. Zgushonka sözü rus dilindən tərcüməsində nə deməkdir? Qatılışçıq. Belə uslovno laskatelni kimi deyək, belə incə fasonda qatılışçıq. Amma əslində bunun tərkibinə gələndə, görürsünüz, rus dilində də yazılıb. Sodержит растительные масла. Bitki yağları tərkibindədir. Bir dənə biz tərkibini oxuyaq. Tərkibinə gələndə, görək tərkibi hardadır. İstehsalçı hər ay tərkibini... Dəyərli izləyicilərim, baxın, tərkibi. İlk tərkibi necə olmalıdır? Belə məhsullarda tərkibi ilkindən süd yazılmalıdır ki, bilək ki, tərkibində daha çox süd var. Amma burada yazdığı tərkibi şəkər, saxaroza, quru süd, sonra kərə yağı, süd yağı əvəz edici, təbii və modifikasiya olunmuş şəkildə rafinasiya, dezodorasiya edilmiş bitki yağları. Yəni, söhbət nədədir? İstehsalçı öz məsuliyyəti öz üstündən atır. Amma marketlərə nə demək istəyirəm? Zəhmət olmasa, bütün marketlərə fərqi yoxdur. Satıcılar bütün bu məhsulları satan üstünə yazmalı deyil. Qatılaşmış süd altından qiymətdə. Şəkil də qoyacağım videoda, baxa bilərsiniz. Yəni, necə yazırlar. Elə yazmalı deyilsiniz. Bu qənnət əlavəsidir. Bu süd deyil. Bunu çox insanlar alır, uşaqlarına səhər-səhər çayla içməyə, çörəklə yeməyə verir. Yəni, hər gün belə məhsulları elə yemək sağlamlığa ziyan gətirə bilər. Başa düşürsünüzmü? Ona görə bunların, bu ancaq qənnət əlavəsimi deyim, yəni aydildir bir dəfə işlənləsi bir məhsuldur. Bu mənim şəxsi subyektiv fikrimdir. Keçirik başqasına. Bunların hamısını siz gedib marketdə, rəflərdə görürsünüz. Onun üçün də bunları aldım. Baxın, yazıbdır burada. Produkt molokosodержащий. Produkt molokosodержащий, yəni məhsul süd tərkibli, süd olan. Bildiniz nə demək istəyirəm? Amma yenə də zgushonka, zgushonный saxarım. Zgushonka bir məhsul deyil. Zgushonный saxarım. Bu da həmən bu istehsalçının bicliyidir. Üstünə yazıb Molочный rай, Made in Ukraine, yəni Ukrayna məhsuludur. Bizdə də ki, belə deyək də, Azərbaycanlıyıq hamımız. Azərbaycanlı insanların psixologiyasında bir şey var ki, Rusiyanın oldu, Ukraynanın oldu, üstünə yazdı və belə upakovka eləyirlər. Sovet devrində eləyən kimi insanları cəlb etmək üçün cəmaət deyir ki, təbiidir. İndi keçirik tərkibinə. Tərkibinə gələndə biz tərkibində nə görürük? Tərkibi yağlaşsızdırılmış inək südü, saf süd, şəkər, tərkibi hələ ki yaxşı gəlir. 46,6%-dan az olmamaq şərti ilə palma yağı, rad. Rad nə deməkdir? Rafina, ağardırılmış, dezodorasiya olunmuş karbonatlar, sonra, yəni izah eləyirəm. Palma yağı olmasaydı pis bir məhsul olmazdı. Amma təəssüf ki,
Bu da həmən dediyim kimi bitki yağlarından düzəlmiş bir qənnat əlavəsi gedir. Sonra keçirik, çox adam mənə deyir ki, öz dilimizdə danış, rus sözləri işlətmə. Dəyərli insanlar, Azərbaycan brendinin üstündə rus dilində nə vaxt ki yazmağa qutaracaqlar, bəlkə onda da mən çalışaram hansısa sözləri işlətməyim. Mastero. Mastero zğuşyonka s saxarım. Gənə həmən rəngdə, həmən haqq hesabda və rus dilində yazır. Начинка кондитерская zğuşyonka s saxarım. Zğuşyonka bir də deyirəm, bu söz, bu brend kimi işlənən bir sözdür. Bu əslində bir məhsul ola bilmir. Bu nəsə qatlaşdırıcılıq, yəni qatılaşdırılmış, siz rezini də qatılaşdıra bilərsiniz. Evdə yemək pişəndə xaşıl da qatı olur. Onun da adını zğuşyonka, zğuşyonna, yəni zğuşyonna olubdur. Yəni o deməkdir. Tərkibinə gələndə, tərkibini zəhmət olmasa yağ kübə pay və onu bildik. Bircə dəqiqə istehsalçı tərkibini hardadır? İstehsalçı. Yəni baxaq tərkibinə. Tərkibinə gəlirik. Tərkibi şəkər, laktoza, yağsızlaşdırılmış süd və sonra nə gəlir? Bərpa edilmiş quru süd, süd yağı əvəz edici. Yenə gəldik süd yağı əvəz edicinə. Saflaşdırılmış, dezodrasiya edilmiş yağ. Palma, günəbaxan qeyd ediblər. Yəni, zəhmət olmasa, diqqət yetirin, burada nə qədər zğuşyonka var. Nə qədər zğuşyonkadır. Sizdən xahiş edirəm, videoya baxa-baxa pauzanı basın, kommentariyada yazın, sizcə burada neçə dənə əsl zğuşyonka var? Sizin fikrinizdə. Və mən onu sizə qeyd edəcəm videoda. İndi isə davam eləyək. Keçirik, bu nə idi? Glav produkt. Ucuz da deyil ha qiyməti. Yəni, əslində çeki götürmüşdüm ki, qiymətləri baxa-baxa deyim, amma qiymətləri yəqin ki, videoda şəkildə qeyd edəcəm. Hamısının qiymətini görəcəksiniz. Glav produkt, Rusun məhsuludur. Xeyr, xeyr. Gəlin tərkibini oxuyaq. Bax, mənim nə xoşuma gəlir ki, Rus dilində açıq, aydın şəkildə yazılır. Молокосодержащий продукт с заменителем молочного жира, сгущенный с сахаром. Произведено по технологии молока. Yəni, TU ilə düzəlibdir. Bu GOS-la düzələn bir məhsul deyil. Yəni dövlətin TU texniki usloviya, yəni texniki şəraitdə düzəlmiş bir məhsuldur. Və bu TU-la çoxsu, TU-la olanlar. GOS dövlət kontrolunda olan texniki usloviya, yəni ki, yola vermək məsələsindən, yola verilirsə də deyirlər, hə, heç nə olmaz, düzəldin getsin. Belə bir, mən lor dilində başa sallam. Bu yenə də mənim subyektiv fikrimdir. Gəlin indi tərkibini bir dəqiqə mən tapım. Hə, bura yazılıbdır. Glav produkt, yubileyna, qatılaşdırılmış süd. Bu qatılaşdırılmış süd deyil. Bunu yazan, bunu bura yapışdıran insana demək istəyirəm ki, ay qatılaşdırılmış süd yazan, yəqin ki, sizin yenə də subyektiv fikrimi bildirirəm. Rus dilindən tərcümə eləyəndə qatılaşdırılmışdır bütün ensiklopediyanız. Ona görə ki, qatılaşdırılmış süd başqa şeydir. Orijinal yazıda молокосодержащий produkt başqa şeydir. Yəni süd içində süd olan məhsuldur bu. Bu qatılaşdırılmış süd deyil. Gəlin tərkibini oxuyaq. Tərkibi: tam yağlı süd, yağsız süd tozu, şəkər tozu, kərə yağı, süd yağı əvəz edici, təmzimlənmiş, dezodrasiya olunmuş bitki yağı. Yağları xurma dəyişdirilmiş xurma nədir? Bunu perevod eləyəndə siz şeylə, nədir onun adı? Üzr istəyirəm. Google perevodçiklə tərcümə eləyibsiz bunu. Bunu bura yapışdıran. Heç olmasa bir normal spesialist tutun. Xurma yağı nədir? Xurma yağı nədir? Vallahi indi oxudum. Cəmaət kefdədir. Adamın ağlına başqa şeylər gəlir. Sadəcə videoda, efirdə adam demək istəmir. İlk öncə adını düzgün yazın. Qatılaşdırılmış süd deyil bu. İkincisi, xurma yağı nədir? Palma yağı. Bu yana da istehsalatçını, yəni alıcını, başını allatmaq deməkdir. Bu başqa cür adlanmır. Alıcını allatmaqdır bu. Burada Azərbaycan dilində xurma yağı yazmaq. İnsanların beynini dəyişdirmək ki, palma yağı deyil, xurma yağıdır. Amma biz əslində üstünü oxuyanda, orijinalda ona görə həmişə deyirəm ki, çoxlu dil bilmək gözəl şeydir. İnformasiyanı fərqli bir yerdən götürmək olur. Yəni ki, bu tamamilə palma yağından istehsal olunmuş bir məhsuldur və qatılaşdırılmış süd deyil.
İnşallah ki mənim videom bəlkə də Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin də qarşısına çıxar ki, bütün bu idxalçıları tədbirini görər ki, yazanda bura düzgün adını yazsınlar. Azərbaycan xalqını, Azərbaycan insanlarını zablujdeniya, yəni səhv yönətməsinlər, insanların başını allatmasınlar. Sonra nəyə baxmaq istədim? Mari Malako, bu nədir üstündəki? Bu Ukrayna məhsuludur bu da, dovşanlı. Nə yazıbdır? Malako, цельное, сгущенное с сахаром. Üstündən yazır Nizbreyne, sguşyone с цукром. Burada Ukrayna dilində yazır. Tərkibinə gələyim. Burada adını rus dilində yazsalar da, indi Ukraynalar da interesli bir şeylərdirlər. Amma yenə də цельное, сгущенное молоко yazırlar. Birləşə alan budur. 100% təbii süd. Pervomayskaya. Gəlin baxaq dальше. Tak, Azərbaycan dilində. Tərkibi üzlü inək südü, üzlü inək südü yaxşı. Şəkər ən azı 43,5%, süd şəkəri, laktoza, xalis kütlə. Tərkibi gözəldir. Amma onu da qeyd edeyim ki, biz videolarımızda test eləyəcəyik, onunla da baxacağıq necədir. Sonra bunun tərkibi xoşuma gəldi. Nə idi? Malako Pervomayskaya. 100%'lik. Rus dilində yazırlar, tərkibini Ukrayna dilində yazırlar, bir də Azərbaycan dilində, nəysə. Mari Malako. Yenə də söz, brendin adı. Mari Malako, сгущенка, масса неток, консервы растительно-молочно сгущенный с сахаром. Konserva bitkili südlü, yenə də qatılaşdırıcı maye. Düz tapdım, bax, maye. Sastav produktu, bir dənə qoy Azərbaycan dilinə gələk. Tak. Məhsulun tərkibi. Ağ kristalik şəkər tozu. Kristalik şəkər tozu gəldi birincisindən. İşte bunun, belə deyək, 50%-dən çoxu şəkər tozudur. Saxaroza, konsentrasiya edilmiş süd, zərdabı, quru süd zərdabı, süd yağı, əvəz edici, rafinasiya və dezodorasiya edilmiş bitki yağı, təbii və modifikasiya edilmiş formada. Yəni, modifikasiya olmuş bir bitki yağlarındandır. Yəni, həmən bu yağlar modifikasiya olanda bunların tərkibləri, genetik soedineniyaları dəyişdirilmişdir. Bu o deməkdir. Rus dilində də oxumaq istəyirəm. Сахар белый, кристаллизированный, сахароза, сыворотка молочная, концентрированная сыворотка, заменитель молочного жира, рафинированный, дезодорированный, растительный, натурально модифицированном виде, пальмовая и его фракция. Yəni, görün nə deyir? Azərbaycan dilində elə yazılmamışdır. Rus dilində nəyə görə oxumaq mənə ona görə biraz maraqlı gəlir. Konsentrasiyada modificirованный, konsentrasiya və onun sastavlayıcısı. Yəni, həmən yağdan əmələ gələnin və yağın davamçıları nə olub da ondan qalığı, qalmamağı modifikasiya edilmiş yağlardan hazırlanır. Bu Mari Malako. Sonra bundan danışdıq. Bu nə idi? Bu Rogachovdur. Belarusun məhsuludur. Respublika Belarus, OAU, Rogachovski MKK. Gəlin bunun tərkibini oxuyaq. Tərkibi normallaşdırılmış süd, şəkər, saxaroza, laktoza. Tərkibi bu da bitdi. Süd və şəkər. Əslində tərkibi gözəldir, xoşuma gəldi. Onu da sizə qeyd eləmək istəyirəm ki, əslində istəsəniz, onu da kommentarda yazsanız reseptini paylaşaram. Necə evdə hazırlaya bilərsiniz özünüz. Mən ona qədər keçirəm bu birisinə. İndi deyənlər ki, videonun uzun olur, videonu tez-tez elə belə. Videonu tez-tez eləyəndə tam fikrimi çatdıra bilmirəm sizə, gözəl insanlar. Ona görə, bax, belə sizlə söhbət eləyə-eləyə, siz məni izləyə, hardasa bəlkə də əsəbləşdirirəm sizi, nervlənirsiniz. Bəziləri nervləndirmirəm, yəni xoşunuza gəlir. Ona görə belə, mən də xoşlayıram, çənəyəm, çox danışmağa. Gəlirik, bu nədir? Цельное сгущенное молоко с сахаром. Советская ГОСТ. Bu ГОСТla yazılıb ki, ГОСТla düzəlibdir. Tərkibinə keçəyin. Azərbaycan dili. Tərkibi üzlü süd, yağsızdırılmış süd, şəkər, saxaroza, laktoza. Yəni bitdi. Amma yenə də şəkərləşdirilmiş, əstəğfurullah, yağını ləğv eləmək, orada yağsız süd istifadə eləməyi, sonra süd şəkəri o heç.
Yağsız, yəni mən bundan çox şey gözləmirəm. Yenə də qostla düzəlibdir, tərkibi gözəldir. Amma yağsız süddən nə alınacaq, o da mənim üçün maraqlı idi. Sonra keçirik buna. Marketlərdə çox vaxtı bununla əslində bu brend eynidir. Marketlərdə çox insan bunu alır, səhərsi bu niyə belə düzəlibdir? Onun ki, səhər-səhər şax dursun, şağa mı, özünüz mü, bir dənə buterbrodun üstünə elədiniz, çayla yediniz, hə, bombadır, getdim işə. Daha siz demirsiniz ki, səhər-səhər həqiqətən yaxşı mənada bədəninizə bomba qəbul eləmisiniz. Qida bombası da, belə deyəyim. Baxın, bu mənim bir daha təkrar edirəm. Reklam, anti-reklam deyil, şəxsi subyektiv fikrimdir, bunları paylaşıram. Və siz də istəyirsiniz mənə qulaq asa bilərsiniz, istəsiniz qulaq asa bilməzsiniz. Konserva rastительно-молочный сгущенный сахаром. Gənə həmən məsələ. Zguşyonka və burada bunu qoyur ki, yəni bişirin bunu, yaxmalayın bunun üstünə yeyin. Mari Malako, bu da bir brend kimi gedir. İndi isə oxuyağın tərkibi. Gəlir. Qatılaşdırılmış bitki süd məhsulları şəkərlə qatılaşdırılmışdır. Bitki süd konservi zguşyonka. Zguşyonka. Gəlin, məhsulun tərkibi ağ kristal şəkər, bayaqkının o birisinin tərkibindəndir. Kristal şəkər və təbii və modifikasiya olunmuş halda saflaşdırılmış, ətirləşdirilmiş, bu da başqa bir şeydir. Yəni iyləndirici vurublar, nəsə qəşəng iylənsin deyən ətirləşdirilmiş bitki yağları. O cümlədən soya yağı. Yəni burada görürsüz, burada yazırlar palma yağı, xurma yağı, nə bilim, yox, əstəğfurullah, xurmanı bu birisində qlaf produktda yazırlar. Nəysə. Burada ucu soya yağını da əlavə ediblər. Yəni onu düşünün ki, bu yağları əlavə eləməklə, yəni əslində bu ucu tam bizim bədənimizdə, yəni mənim fikrimdir bu. Bu mənim bir subyektiv fikrimdir. Mənim bədənimdə bu problemlər yarada bilər. Bir. İkincisi, çox xahiş edirəm sizdən, satıcılardan, marketlərdən, hamısından, idxalçılardan bu insan idxal eləyirsə nəyəsə, tərcüməni Google perivodçiklə, Google tərcüməçindən eləməyin. Normal tərcüməçi tutun, onunla eləyin ki, xurma yağı yazmasınlar. Və adları hamısını düz yazmaq lazımdır. Nədir? Marketdə mən gələndə, mən orada belə bir məhsulu görüb, altından yazılmamalıdır. Qatılaşdırılmış süd. Ona görə ki, hər kəs tərkibini oxumur. Başa düşürəm, məhsuliyyətdən siz uzaqsınız. Deyəcəksiniz ki, alan üstünü oxusun. Təəssüflər olsun ki, bizim milli mentalitetimizdə, bu beynimizdə qalıbdır, Sovet dövründən sonraki, hə, süd yazılıb, belə rəhdədir, rus dilindədir, demək odur. O deyil. İstehsalçı, bu Rusiyanın istehsalıdır. Sonra keçəyin xısıqı. Xısıqı, gəlin, gənə də zguşyonka, produkt saxarım, bu nə deməkdir? Zguşyonka, şəkərli məhsul, qatılaşdırılmış, şəkərli, südlü məhsul. Görürsünüz, bu düz yazıbdır adını. Və gəlirik. Tərkibi, yağsızlaşdırılmış inək südü, şəkər, bitki yağı, aromatizator, qatılaşdırılmış süd şəkəri, laktoza məhsulun. Yəni bu nədir? Açıqlamada tam yazmır, yazılır bitki yağı. Bitki yağının hansı növüdür, o da yazılmalıdır. İstehsal yeri, istehsalçı kimdir? Gəlin bir dənə zəhmət olmasa kameramanımız. İstehsalçını biz şeylənə, istehsalçı Xırman MMC, Binəqədi yolu, Bakı şəhəri, nəysə, Azərbaycan istehsalıdır. Amma yenə də brend olaraq, yəni görürsünüzmü, buna mən deyirəm, marketinqi vıxod, yəni rus dilində yazılacaq, cəmahat alacaq. Üstünə də dovşan şəkili yapışdıracağıq. Bu nə deməkdir dovşan şəkili yapışdırmaq? Bu özünü bu məhsula oxşatmaq deməkdir. Fikir verirsiniz. Sadəcə burada Bugs Bunny'dir. Bugs Bunny bilsə ki, onu bura yapışdırıblar, güclü təzminat ala bilər və bu biraz başqa dovşandır. Yəni hər bir şəkildə, hər bir şeydə nə isə var. Bu özünü oxşatmaq istəməklə Azərbaycan istehsalıdır. Bitki yağlarından, yəni bitki yağlarından doyuldurulmuşdur, deyim nətər deyim. Bitki yağın açıqlaması da verilməlidir. Və sonra gəlirik sonunda zguşyonka saxarım, ruslada. Zguşyonka saxarım, qannat dolğusu. Gördünüz? Zguşyonka saxarım. Gəldiyin bir dənə külümü idxalçı Veysəloğlu gedir. Sonra aşağı düşürük, tərkibinə bir dənə baxaq. Tərkibi şəkər, birinci növbədə laktozu, yağsız süd, bərpa edilmiş quru süd zərdabı, süd yağı əvəz edici, günə baxan, rafinasiya, dezodrasiya edilmiş bitki yağları, palma, günə baxan, sonra
qatılaşdırılmış maltobakterin kompleks qida əlavəsi. Nəysə, bu da biraz ağıllı yazıblar. Nəyə gətirirəm? Ruslada. Bu da əslində zğuşşonlu süd demək olmaz. Bu süd deyil. Sonra gəlin buna baxaq. Bu nədir? Selskaya, kənd məhsulu. Молочный produkt, молочный produkt, yəni süd məhsulu. Və keçirik sehirli tərkibinə. Selski şəkər qatılaşdırılmış süd məhsulu, pastörizə edilmiş inək südü, şəkər tozu, süd yağı əvəz edici, bitki yağı, askarbin turşuluğu, aromatizatorlar, laktaza enzimi, qoruyucu yağlılıq, havanın nisbətən saxlama şəraiti gəldi. Yəni bunda da bitki yağları var. Yenə də bunlar da üstünə dovşan vururlar. Bu dovşan vurmaq nə deməkdir? Mən sizə izah edeyim bunda biraz psixologiya tərəfindən. Yəni uşaqlar desin al. Uşaqlara bu bizim özümüzdən asılı deyil. Biz yekə adamlarıq, böyük adamlarıq, yetkinlik yaşına çatmışıq, beynimiz işləyir. Amma nə qədər də olmasa biz podsoznательно baxanda üstündə nə bilim dovşan şəkili görəndə, belə inək şəkili görəndə, baxın, belə inək şəkili görəndə deyirik ki, yəqin ki, uşaqları nəzərdə tutulubdur. Bunu marketoloqlar eləyir. Marketoloqlara da fərqi yoxdur. Sizin üçün bu faydalı olacaq, faydalı olmayacaq. Marketoloqlar pulu ondan qazanır ki, həmin marketoloqun ideyasından nə qədər çox satılsa, nə qədər ideyası gözəl olsa, nə qədər produktun realizasiyası çox getsə, o qədər ona çoxlu premiyalar verəcəklər. Ona görə dəyərli izləyicilərim, indi isə mən sizə deyim, burada bu boyda məhsullardan demişdim ki, videoda deyəcəm, pauzanı basın, yazın. İndi mən sizə deyim, nə qədərdir burada, amma yenə də testlərimizi davam eləyək deyəcəm. Dəyərli izləyicilərim, fikir verin, bu qlaf produkt dediyim ki, üstünə düzüb. Baxın, bu kifə fikir verin. Kiflənib burada yapışır. Bax, fikir verirsiniz. Bax, bu maraqlı bir hadisədir. Dəyərli izləyicilərim, indi isə mən sizə göstərəcəm evdə özünüz ev üsullarından hər adam necə yoxlaya bilər ki, zğuşşonka tərkibində üstünlük süddədir, palma yağı var, palma yağı yoxdur, onu da görəcəyik. İndi isə gəlin hərəsindən biraz mən əlavə eləyəcəm isti suya, siz də eləyə bilərsiniz. Təkrar eləyim ki, videolarda hamısı mənim subyektiv şəxsi fikirlərimdir. Bir dəqiqə əlavə eləyək. Yetər. Bu belə. Bu belə. Sonra, baxın, bunun konsistensiyası su kimidir. Elə bilin sudur. Bu heç bir qatılaşdırılmış, matılaşdırılmış deyil. İndi isə dəyərli izləyicilərim, mən testimə başlayacağım. Vaxtınızı almamaq üçün suları tökdüm və bu boyda məhsulların içində qatılaşdırılmış süd sadəcə tərkibinə görə, yəni bax, budur. Sonra budur, Rogaçov. Bir də Pervomayski. Budur, Ukraynanki. Diqqətinizi yetirmək istəyirəm ki, 2 manat 70 qəpik, 5 manat neçə qəpik, 3 manat 60 qəpik çekləri var. Onların hamısını videonun axırında bir-bir qiymətlərini göstərəcəm. İndi isə başlayaq testimizə. Başlayaq yenə Moloko Belgorodskaya. Götürürük bura, sirkə əlavə edirik. Az-maz. Əlavə elədikdən sonra qaynar suya qarışdırıram dəyərli izləyicilərim. Gördüyünüz kimi Belgorodski molokonu. Fikir verirsiniz, bu qatılaşdırılmış süd olmasa da süd sıvırtqası var içində, sonra quru süd var deyən, görürsünüz, belə pendir kimi olur. Demək, süd üstünlüyü, ən azı süd məhsulu yazmağı düzgün gəlibdir. Amma qatılaşdırılmış təmiz süd deyil. Amma süd tərkibində üstünlük verirsiniz. Görürsünüz, çürüdü. Belə bir hala gəldi. Amma yenə də bunu ancaq mən alsam, evlatlarıma almaram verməyə. Sadəcə bir qənnət əlavəsi kimi, nəsə bir belə şeylər üçün alaram. Onun ki, görürsünüz, yazıb molочный produktu, yəni süd məhsuludur. Amma hər gün çayla içməyə mən bunu öz uşaqlarıma tövsiyə etmərəm. İndi isə keçirik nəyə? Bu nədir? Молочный rай. Bu da Ukraynanındır. Bu Rusiyanındır, bu Ukraynanındır. Buna da əlavə edirik. Görək, az-maz sirkədən etdik.
Bir adza da. Sonra qarışdırırıq. Əslində belə qarışdırılanda bax süd kimi olmalı deyil. Bax görürsüz xolopya qalmadı. Demək bunun tərkibində normal olaraq süd miqdarında yoxdur. Zəhmət olmasa diqqətinizi yetirin. Bunların ikisi də qatılaşdırılmış süd deyil. Amma tərkibində süd olanda, süd üstünlüyü olanda görürsüz bax belə pendir kimi olur sirkə ilə qarışanda. Amma tərkibində üstünlük palma yağlarında və başqa qatqılarda olanda baxın belə olur. Bu isə nə idi? Maloçny ray. Bu belə göstərdi özünü. Sonra xısıqı. Xısıqı görək nədir? Xısıqı. Kameramanımın üzümə baxın, mən nə varım ki, xısıqı dedim. Görəyin bu tərkibini necə göstərəcək. Bunda da süd üstünlüyü varmı? Qarışdıralım. Qarışdırdıq. Baxırıq indi. Və görürsünüz bunda da süd içində var. Pendir fasonu alındı. Amma yenə də dediyim kimi qatılaşdırılmış süd deyil bu. Gözəl insanlar. Qənnət əlavəsidir. Görürsüz bunun divinə yığıldı. Bu pendirləşmə getdi. Demək içində dostatoçni quru süd də olsa, nə də olsa südü var. Bu nə idi bizdə? Xısıqı. Sonra keçirəm. Stolumu çəkirdim, üzrlü sayın. Keçirik indi bu Sovetskidir mi? Hə, Sovetskiy moloko. Bunun da içinə əlavə eləyim sirkə essensiyamı. Bir dəqiqə. Baxın, essensiyamı əlavə etdim. Az gələ əlavə edəm, qutaracaq indi. Və qarışdırıram. Pendir də əslində sirkə ilə düzəlir. Yəni yəqin ki bilirsiniz, südü çürütmək üçün vururlar. Ona görə biz belə testlərimizdə. Baxın görürsüz bunda da pendir əmələ gəldi. Demək bunun içində diqqət yetirsiniz. Baxın pendiri pendir oldu, südü çürüdü, çürümə verdi yəni. Baxın. Amma bir daha da onu sonra nəzərinizə gətirəcəm. Baxın qopub yapışmır. Bu şeydir. Nədir onun adı? Əsl zğuşyonkadır dediyim kimi. Üstünlüyü də bir də ki ayranlaşmağı var. O birisində də var, amma belə videodan bilmirəm. Baxa bilmirsiniz, rəng fərqləri var və onun üzünə başqa bitki yağları kimi olan şeylər yığılır. Görürsünüz, onun ki tərkibində yazılıbdır. Amma bu Sovetskiy molokonun əsl sadəcə şeydir. Baxın, sadəcə sudur. Sonra keçirik bu dediyim kimi mari moloko. İndi baxın, buna əlavə eləyəcəm sirkəni. Fərqi də görəcəksiniz siz. Zəhmət olmasa baxın, baxdıq, tökdük. İndi qarışdıracağıq. Qarışdırırıq. Qarışdırdıq. Və gördüyünüz kimi, gördünüz? Heç bir pendirlik qalmadı. Yəni bu sadəcə sırf elə yağlardan, mağlardan, palma yağından, o birisi yağlardan hazırlanmış bir mayedir. Baxın, buna diqqət yetirin. Və zəhmət olmasa buna diqqət yetirin. Görürsünüz? Fərq bundadır. Sonra, ayağa durun bir dənə. Bir dəqiqə. Gəlirik Rusladıya. Rusladıya da əlavə edirəm. Əlavə etdim. Və başlayırıq qarışdırmağa. Qarışdırırıq. Qarışdırdıq. Gördünüz, bunun da demək tərkibində süd var. Az da olsa, nə də yazsalar, amma belə yapışmağı da, baxın, gələn tərkibini bir daha da oxuyaq. Saxır, vastanovlenный sukhoy moloko. Bərpa edilmiş quru süd var bunun tərkibində. Görürsünüz, çıxdı. Baxın, belə pendirləşmə getdi. Amma yenə də bu əsl zğuşyonka deyil. Bu, yəni zğuşyonka deyəndə zğuşyonka brendi ola bilər, amma qatılaşdırılmış süd deyil. Yenə də bu mari moloko, indi deyənlər olanda ki, bu belə doypakda olan başqadır, bu başqadır. Bu dəmir qabdakı. Əlavə edirik essensiyamızı. Essensiyanı əlavə edəndən sonra qarışdırırıq.
Gördünüz? Zəhmət olmasa baxın, heç bir şey yoxdur. Bu sadəcə palma yağlarının, bitki yağlarının rəhləşdirilmiş bir mayedir bu da. Mən bunu heç özüm də almaram, öz dostlarıma, tanışlarıma da tövsiyə etmərəm. Şəxsi subyektiv fikrimdir, necə mən məhsul seçirəm. Baxın, sonra bu nə idi? Selskaya, kənd məhsulu. Üstünə yazıb. Əlavə etdik. Kənd məhsulunun. Kənd məhsulunu qarışdırırıq. Qarışdırdıq. İndi isə baxaq görək kənd məhsulunda nə oldu? Kənd məhsulunda az miqdarda, gördünüz? Az miqdarda, heç olmasa 5-10 qram süd tulluyuqlar içinə. Ayıb olmasın deyə. Keçirik indi zquşşonka yazılan üstünə. 5 manat 95 qəpikdir bu. Yoxsa 5 manat, hə, 5 manat 95 qəpik. Görəyin əsl zquşşonka özünü necə aparacaqdır? Qiymətinə dəyirmi? Yoxsa o birisilərdən fərqlənmir? Baxın, bircə dəqiqə. Və başlayırıq bunu qarışdırmağa. Qarışdırdıq. Qarışdırandan sonra baxırıq. Xlopiyalar var. Amma təəssüf ki, baxın, mən sizə fərqi göstərim. 5 manata dəymir bu. Gətiririk sovetski malakonu, baxırıq. Gördünüz? Necə pendirləşmə var, nətər pendir şeylər var. Hətta diqqətinizi yetirim ki, bu zquşşonka olmayanda belə çıxdı ki, südü daha çox vurublar. Fikir verdiniz, bu pendirləşməyə fikir verin. Kim, baxın gördünüz nətərdir? Görürsünüz nə qədər pendirləşmə var. Kim bax buna, amma bunda da əmələ gəlməyə başlayır, amma yenə də. Fikir verdiniz? Bunun da bitki yağlarını saxtıran odur ki, gördüyünüz kimi. Baxın, sarımtıllığı var suyunda. Sonra keçirik hamının aldığı Rogaçovskiyə, Belarus malına inandığımız. Bircə dəqiqə fırlayım bunu belə. Kameralarımız mənə deyir. Baxın, belə fikir verirsiniz. Əlavə edirik. Görən Rogaçov 2 manat 70 qəpiklik özünü necə aparacaq? Qarışdıraq. Baxaq. Gördünüz, pendirləşməsi var. Yəni, bunların içində zquşşonkalıq olan 3 dənə brendimiz var idi. Üçü də özünü zquşşonka kimi apardı. Hətta fikir verin buna. Görürsünüz, yağ yığılma məsələsi var bunda. Baxın belə. Ona görə bu bitki yağlarından olanların, nə bilim, belə tövsiyə etmirəm. Qlaf produkt 3 manat 60 qəpik. Baxın, bu zquşşonka olmayana 3 manat 60 qəpikdir. Baxın, bu qlaf produktun ki. Bu Rogaçovski 2 manat 70 qəpikdir. İndi baxın, açaq bunu, tökək buna da. Bir dəqiqə, tökdük. Görəyin, qlaf produkt nə göstərir? Rusiyanın məhsulu. Qarışdıraq. Süddüyü var. Pendirləşmə getdi, fikir verdiyiniz kimi. Diqqət yetirin. Tərkibində süd vurublar demək. Apardı özünü, o da o birisi zquşşonka produktu kimi. Və sonuncu Mastero. Səhv etmirəmsə bu Azərbaycan məhsuludur. Əlavə edirik. Əlavə etdik. Və başlayırıq bunu qarışdırmağa. Südlük var içində. Süd əlavə ediklər, fikir verirsiniz. Yəni, pendirləşmə gedir, yəni çürüməsi var. Fikir verdiniz. Yəni, nə demək istəyirəm, dəyərli izləyicilərim? Əslində, bunların hamısından testimizi tamamilə provalit eləyən mımı idi. Sonra o birisi mımı idi. Marimalako. Siz yəni gördüyünüz kimi bunda da azmaz pendirləşmə də oldu, qaldı. Halbuki bu da süd məhsuludur. Sonra özünü pis aparanlardan biri bu oldu. Malochny Ray, Ukrayna. Bilin ki, bu sadəcə bitki yağlarının qatışmalarından əmələ gəlmə bir mayedir. Mayedir. Yəni eləcə, nə bilim, musor. Mənim şəxsi subyektiv fikrimdir. Sonra
Bir də baxın bu Selskidə az-maz var, az-maz. Belə bax. Bu da elə zibillik kimi bir şeydir. İndi isə bunların tərkibində palma yağı, kraxmal yağı, palma yağını belə də gördük. Kraxmallığına yoxlayacağıq. Hansının içində daha kraxmal yoxdur, qatılaşmaq üçün, daha qatı olmaq üçün bunu əslində bişirməlidirlər. Bunu bişirmirlərsə də tərkibinə yalnız kraxmaldan tıxıyıb bizə satırlarsa da onu bu isnət eləyəcəyik gələn testimdə. Və bir də deyirəm, dəyərli satıcılar, marketlər, ixalçılar hər yerdə yazmalısınız. Qatılaşdırılmış süddürsə də qatılaşdırılmış süd, qatılaşdırılmış süd deyilsə də sadəcə yazılmalıdır ki, bu südün yağını əvəz edici bir mayedir. Bir konditer əlavəsidir. Yəni görürsüz, zğuşşonka yazılmaqdan sodержит растительное масло yazıbdır. Bitki yağları tərkibində var. Amma əslində yazılmalıdır. Цельное сгущенное молоко с сахаром. Necə ki bunda da yazılıb, necə ki tak buydu. Hə, bunda bir də Pervomayskidə deyəsən yazılıbdır. Düzdür. İndi isə davam eləyək. Bir də dəyərli izləyicilər, montaj eləyə fikir verdim ki, yadımdan çıxıbdı. Bu məqamı sizə göstərim. Diqqətinizi yetirin. Baxın, bu süd olmayan. Görürsüz necədir? Aşağıda qaldı. Baxın, bu quru süd. Ortada yağlaşma, yağlaşıyorlar. Bir də bu əlavə bitki yağları üzəri çıxdı. Və əsl südə fikir verin. Görürsüz, əsl süd necə olur? Altında yığılır, qalır və ayran fason olur. İçində də pendirlər olur. Ona görə bunu istədim diqqətinizi yetirim deyim. Abunə olub, like verməyi unutmayın. Hə, dəyərli izləyicilərim, indi isə bizim sevimli yod testimiz gəlir. Baxın görək, hansında daha çox kraxmaldır, qəsdən qatılaşdırmaq üçün kraxmal əlavə eləyiblər. Hərəsindən biraz ortasına az-maz damcılayaq. Başlayağın, bu nə idi? Glav produkt. Damcılayaq. Sonra Rogaçov. Sonra Ukraynançı Pervomayski. Selskaya. Sonra Mari Moloko. Sonra Masteroya. Rəngləri hamısı yod rəngində qalır. Demək, bunlarda kraxmal yoxdur. Və keçirik Belgorodskoye moloko. Bu Belgorodski südü. Sonra Mari Moloko. Sonra Belgorodski molokoya fikir verin. Tərkibində kraxmalı var. Sonra Malochny Ray, Ukraynançı süd cənnəti. Sonra bu nə idi? XSK, Azərbaycanınki. Sonra Ruslada. Və Celnosovetskaya. Diqqət yetirin. Baxın, zəhmət olmasa, nə rəng oldu? Belgorodski molokonçu. Prəmoy fiyaletiv oldu. Demək, zğuşşonka olmamağına da baxmayaraq, hələ bir tərkibinə kraxmal da çox miqdarda vurulub, rəhləşdirici vurulub. Ona görə fikir verin. Bunlarda nə də olsa, necə situasiya alınsa da şey yoxdur. Nədir onun adı? Siz deyin. Kraxmallar. Amma bunda tam göm-göyərti oldu. Bir də Ruslada. Ruslada da görürsünüz qaraldı. Bu ikisində hətta başqa qatqılardan başqa da kraxmalları da var tərkibində. Rəhləşdiriciləri də var tərkibində. Yəni rəngini dəyişmək üçün. Ona görə də və bir də nə demək istəyirdim. Fikir verin, zəhmət olmasa, baxın, Rogaçovda necə parça-parça eləyir, fikir verdiniz. Və bu Mari Molokoda necə belə dağılımsın fason olur. Yəni, onunla da bunların heç birinə baxmayaraq kraxmalları tərkibində yoxdur. Amma Rusladadır və bir daha təkrar edirəm, bunlar zğuşşonka deyil, bunlar qənnat əlavəsidir.
və hər bir satıcı, hər bir ixtixalçı düzgün yazmalıdır. Ona görə ki, çoxsu qablaşdırıcı da, bax fikir verin, bunu qəsdən bura yapışdırdım ki, itməsin. Adını düzgün yazmırlar. Zəhmət olmasa kameramanımız yaxınlaşdırsın. Bu qatılaşdırılmış süd deyil və tərkibində xurma yağı deyil. Cəmaata Məlik Məmməd nağılı gəlməyin. Heç olmasa Google Perivodçikdən tərcümə eləməyin. Və içindən çıxan belə kif fason bir şey görürsünüz, kiflənib yapışıbdır. Özü də, baxın, kiflənib yapışıbdır. Kiflənib yapışıb. Özü də su kimidir. Bax, sudur. Ona görə, dəyərli izləyicilərim, sizə nə demək istəyirdim? Bir daha deyim. Abunə olub, like vermək, kanalı dostlarınızla, tanışlarınızla, kanalı linkini öz WhatsApp statusunuzda paylaşın. Daha çox insanlar görsün. Kiminsə qəlbindən keçər kanalımıza maddi dəstək olmağa, aşağıda kart nömrəsi olacaqdır, Dabrovolnudur. Mən öz kanalımda reklam, anti-reklam eləmirəm. Subyektiv öz şəxsi fikirlərimi paylaşıram. Demək istəyərdim ki, sizin üçün abunə olmaq, like vermək və bir kommentar da girib yazmaq ki, Elşən malades, Elşən halaldır ya, Elşən xoşumuza gəlmədin. Belə şeylər yazmaq vallahi sizə çətin deyil, mənim üçün böyük dəstəkdir və ona görə də YouTube'un alqoritmi işləyir, kanalımızı daha irəli çəkir. Və elə bir kommentarlərdən, elə bir fikirlərinizlə daha mənə çox həvəsləndirirsiniz ki, mən necə özüm üçün məhsul seçirəm, onları sizinlə öz təcrübəmi paylaşım. Ona görə gözəl insanlar abunə olun, like verin, hamınızı öpürəm, bağırma basıram. Maç, quç.